Salam, hörmətli müəllimələr. Bugün biz sizlə Howard Gardnerin çox şaxəli intellekt nəzəriyyəsinə diqqət yetirəcəyik, onu öyrənməyə çalışacağıq və qeyd eləmək istəyirəm ki, hər bir uşağın öyrənmə tərzləri müxtəlifdir və hər bir uşaq üçün ən uyğun tərzi müəyyən etmək və onların daha effektiv, maraqlı öyrənmələrinə tərbiyəçi kömək etməyi bacarmalıdır. Bu baxımdan bu günləri biz Gardnerin nəzəriyyəsinə nəzər salaq və ilk dəfə olaraq 1983-cü ildə Harvard İnstitutunun professoru doktor Gardner tərəfindən çoxnövlü intellekt nəzəriyyəsi irəli sürülmüşdü. Professor bu nəzəriyyəsində kognitiv psixologiya və təhsil nəzəriyyəsi müəllimi olduğu üçün bu nəzəriyyədə əqli qabiliyyətləri ümumi bir qabiliyyətin üstünlüyü kimi deyil, sadəcə olaraq müxtəlif spesifik şərtlərə nəzərə almağını qeyd eləyirdi. Göstərirdi ki, zəka sadəcə dil bacarığı və yaxud da ki, riyazi biliklərdən ibarət deyil. Bizim asan əldə etdiyimiz bacarıqlar toplusu var, qabiliyyətlər hesab olunur ki, bunlarda da hər insanda müxtəlif tərzdə özünü nümayiş etdirir. Gardnerə görə öyrənmə prosesində istənilən intellekt növünü inkişaf etdirə bilərik. Əsas odur ki, alət, yəni metod düzgün seçilsin, yanaşma tərzi, üsul, strategiya daha doğrusu. Bu günləri biz Gardnerin həmin çoxnövlü inkişaf intellekt nəzəriyyəsinə nəzər salsaq görərik ki, bugün artıq 9 intellekt növü mövcuddur. Bəlkə də gələcəkdə daha çox olacaq, amma Gardner 8 intellekt növünü irəli sürmüşdü. Həmin intellekt növlərinə bir nəzər salaq. Verbal lingvistik qeyd elədiyim kimi verbal lingvistik, daha sonra məntiqi riyazi intellekt, məkan vizual intellekti, bədən kinestik, musiqili ritmik intellekt, şəxslərarası intellekt, fərd-daxili intellekt, naturalist intellekt və eksistensal. Hər birlərinə nəzər salsaq, görəcəyik ki, nədir bunlar? Verbal lingvist söz tərrafı da desək, yanılmarıq. Yəni, bu intellektdə malik insanlar daha çox dil vasitələrindən istifadə edirlər. Həm də gözəl yazı yazmağı bacarırlar, şifahi nitqləri çox mükəmməldir, sosiallaşa bilirlər, ünsiyyət qura bilirlər, fikirlərini xırdalıqlarına qədər anlada bilən insanlardır. Bu intellekt növü güclü inkişaf edibsə, deməli, o zaman uşaq oxumaq, danışmaq, yazmaq bacarığını da onda güclü inkişaf edəcək. Və ən yaxşı tədris metodu mətn oxumaq, inşa yazmaq və yaxud da ki, diskusiyalar aparmaqdır ki, bu intellekt növünün təzahürləri olan uşaqlar həm xarici, həm də yerli dilləri asanlıqla öyrənə bilirlər. Hansı intellekt oldu? Verbal lingvistik. Gəldi ikinci intellekt növünə, məntiqi riyazi intellekt. Artıq burada beyin və yaxud da ki, məntiq sözü var, işlənilir. Sözsüz ki, burada idrak qabiliyyətlərindən söhbət gedir. Burada artıq təsnif etmək, ümumiləşdirmək, müqayisə etmək, proqnozlaşdırmaq, nəticə çıxarmaq, müxtəlif mövzuları mühakimə yürütmək və s. kimi analiz etmək, əlbəttə ki, konseptual düşüncəyə malik riyazi çalışmalar, bütün bunlar hamısı məntiqi riyazi intellekt sahibinə malik insanlarda mövcuddur. Əgər uşaq məntiqi riyazi intellektə malikdirsə, daha çox neyniyəcək?
konseptual düşüncəsi mükəmməl olacaq, abstrakt düşünməyə bacaracaq və riyazi məsələləri, məntiqi riyazi məsələləri çox gözəl icra eləyə biləcək. Təcrübələr aparmağı, təcrübəli məşğələlərdə təcrübələri həll etməyi, daha çox testlərlə işləməyi xoşlayırlar. Rəqəmlər, riyazi düsturları işləməyi xoşlayırlar. Yəni, sistemli və mütəşəkkil şəkildə bu xarakterə malik olmaqla həm də bir düşüncələrini həmişə məntiqlə əsaslandırmağı bacarırlar. Niyə bunu belə elədin, nə üçün sözünə asanlıqla cavab verə bilirlər. Belə insanları kimi biz misal gətirə bilərik? Əlbəttə ki, riyaziyyatçılar, ixtiraçılar, mühəndislər, proqramistlər məntiqi riyazi təfəkkürə malik, intellektə malik insanlardır. Məkan vizual, yəni vizual görməkdir, məkandakı müəyyən bir sahə, yəni incəsənət hissi olan insanlar demək olar buna. Təsvir etməyi bacaran insanlardır. Belə insanlar obrazlı düşünməyi xoşlayırlar və şəkil, model, dizayn, teksturalar vasitəsilə həm də təxəyyülündə canlandıra bildiyimiz obrazları şəkillərdə vasitəsilə də ifadə eləyə bilirlər. Məkan vizual intellekt növünə malik insanlar şəkillər, rəsmlər vasitəsilə düşünməyə meyilli olurlar. Və burada müxtəlif rənglər, xəritələr, ondan sonra əlifbadakı müxtəlif, daha doğrusu ətrafdakı bütün müxtəlif forma, rəng, məsələn, bir yerə getdimi, həmin yeri çox gözəl yadında saxlaya bilir. İkinci dəfə ora çətinlik olmadan tapa bilir həmin yeri, həmin məkanı. Onlarda məkan anlayışı inkişaf etmiş olur. Və şuurlarında həmin təsəvvür etdikləri üçün onu daha tez tapa bilirlər. Məsələn, dizaynerlər, rəssamlar, xəritəşünasları məkan vizual intellektə malik insanlara misal gətirə bilərik. Bədən kinestik intellektə malik insanlar isə artıq fiziki hərəkətlərdə daha çox istedadlı olurlar. Onlar müxtəlif hərəkətləri, emosiyaları, rəqsləri çox gözəlliklə, asanlıqla yadda saxlayır. Dünyanı müəyyən bir biliyi əldə eləmək üçün ətraf mühiti toxunmaqla öyrənə bilirlər. Bədənlərini çox yaxşı hərəkət etdirirlər, bədənlərinə nəzarət etməyi bacarırlar. Daha yüksək fiziki hərəkətlər, koordinasiyalar, çeviklik, qaçmaq, tullanmaq, tarazlıq, elastiklik, bütün bunlar hamısı bədən kinestik intellektinə malik insanlara xas xüsusiyyətlərdir ki, bir yerdə hərəkətsiz oturmaqdan çətinlik çəkirlər, ətrafda baş verən hadisələrdə çox aktiv iştirak etməyi xoşlayırlar. Məsələn, bunlara rəqqaslar, idmançılar, sirkdə olan o janglyorlar var, görmüsünüz yəqin ki. Bax, onlara misal gətirə bilərik. Növbəti intellekt növü musiqili ritmli intellektdir ki, burada da adı da üstündədir. Yəni, musiqidən daha çox zövq alan, müqayisə edə bilən, ritmi tuta bilən, səsi duya bilən və bilavasitə müəyyən bir biliyi bax, bu musiqi vasitəsilə qavrayan və bütün sahələri musiqi ilə əlaqələndirə bilən, ritmlərlə, vibrasiyalar deyirlər. Və bu insanlar musiqi əsərlərini elementlərə ayıra və yaxud da ki, əsərlərdə olan səslənən bütün alətləri seçə bilirlər. Və çox həssaslıqla mükəmməl bütün bu musiqi səslərini qəbul edirlər və istənilən bəzən kimsə xaric oxuyanda onu tez tuta bilirlər. Yəni, ətraf mühitdə və təbiətdə rast gələn səslərə qarşı çox həssas olurlar. Quşların səsi, ağacların
küləyin səsi, şəlalələrin şırıltısı, bax, bunlara çox böyük bir zövq verir. Və gəldik növbəti intellekt növü şəxslər arası. Yəni, burada interpersonal deyirlər buna. Yəni, bəzən isə ağıllı insanlar da demək olar. Biraz məcazi mənadadır. Əlbəttə ki, intellekt növü insanların əhval-ruhiyyəsini, maraqlarını və hisslərini hiss etmə qabiliyyətidir. Yəni, bir növ insanlara baxan kimi onları sözsüz anlaya bilirlər. Sözlü yaxud da ki, sözsüz ünsiyyət bacarıqlarını girə bilirlər. Şəxsiyyətlər arası intellekt yaxşı inkişaf etmiş uşaqlar birgə oyunlarda, qrup işində, məsələn, qruplara böləndə özlərini böyük kimi hiss edir, tez-tez təşəbbüskarlıq eləyir, liderlik bacarığı var, bir rolda çıxış etməyi xoşlayırlar, yaranan münaqişələri tez düzəldə bilirlər, özlərini uşaqlarla, yəni qrup işi keçiriləndə danışıqlar aparmağı bacarırlar. Daha çox komandada çalışmaqdan zövq alır və ona görə də istir qruplarla iş olsun, istir cütlərlə iş forması, yəni bu iş formalarından, iş üsullarından, daha doğrusu iş formalarından onlar üçün rahat olur öyrənmək. Belə insanlara, belə deyərdim də, psixoloqları misal gətirə bilərəm. Daxili intellekt və yaxud dedik ki, şəxslər arası, yəni interpersonal, burada isə intrapersonal, yəni az, fərd daxili intellekt, yəni şəxsən öz daxilində, öz hissləri ilə, öz dəyərləri ilə, öz inacları ilə düşünən bir insan kimi belə bir uşaqları, belə insanları nəzərdə tuturuq. Yəni, fərd daxili intellekt güclü inkişaf etdiyi şəxslərdə öz üstün və mənfi cəhətlərini, əhval-ruhiyyələrini, emosiyalarını, istədiklərini onlar obyektiv şəkildə qiymətləndirə bilirlər. Onlar uzun zamanla özlərini qiymətləndirmək qabiliyyətindən seçilirlər, lakin həddən artıq ünsiyyəti xoşlamırlar. Bu intellekt güclü inkişaf etmiş uşaqlarda tək işləməyi, özlərinin tək işləməyi, yəni qrup şəklində yox, kollektivdə yox, tək işləməyi, xüsusilə də özləri rahat işləyirlər tək olanda. Onları insanlarla ünsiyyətdən, bax, bu xüsusiyyət kənarlaşdırır. Və gəldik naturalist intellekt sahibinə malik, bu da ki, təbiət şünaslığıdır, natura sözünəndir. Müxtəlif növ flora, fauna növlərini tanımaq, təsnif etmək, onları seçmək, kateqoriyalara bölmək, ondan sonra gülləri, çiçəkləri, böcəkləri, ümumiyyətlə bitkiləri, heyvanları sevmək, onlara qayğı göstərmək, onlara qulluq etməkdən xüsusi zövq alan insanlardır. Naturalist intellektli uşaqlar, yəni insanlar yürüşlərə getməyi, dağlara çıxmağı, bağlarda gəzməyi çox sevir, çox xoşlayırlar. Və bu insanlar belə uşaqlarda təlim prosesini qapalı şəraitdə deyil, məsələn, açıq havada, həyətyanı sahədə məşqələni keçmək belə uşaqlar üçün çox maraqlı olur. Və sonuncu intellekt növünü dedik ki, ekzistensal, yəni fəlsəfi fikirlərə malik, intellekt sahibinə malik insanlar, uşaqlar bu intellektin təzahürünə fəlsəfi düşünmək qabiliyyəti daxildir ki, bunlar erkən yaşlarından artıq yüksək səviyyəli düşüncələrlə özlərinin bu xüsusiyyəti ilə fərqlənirlər. Yəni, onlar düşünürlər, niyə insanlar yaranıb, nə üçün insanlar yaşa donub sonra ölürlər, insanın varlığı ilə bağlı daha çox maraqlanırlar, həyatın mənasını, ölümlə bağlı mövzular onları daima düşündürür. Yəni, bunları daha çox ilahi elmlər və fəlsəfə ilə bağlı məsələlər maraqlandırır. Düşünürəm ki, belə insanlara bioenergoloqlar, yəni insan bioloji enerjisini tədqiq edən insanlar var. Bax, belə insanlara göstərə bilərik.
Və burada biz, sonda şəkillərlə də birbaşa, şəkillərlə görməklə tez anlayacaqsınız ki, hansı intellektdən söhbət gedir. Əgər orada uşaq kitab oxuyursa, yazı yazırsa, deməli hansı intellektdir? Əlbəttə ki, verbal lingvistik. Yəni bunun bütün açar sözləri burada qeyd olunub. Çoxlu suallar verir, danışmağı xoşlayır, yaxşı lüğətə malikdir, asanlıqla yeni dil öyrənir, yazmağı sevir, dilin inkişafı ilə bağlı başa düşür. Gördünüz ki, hansı intellektdir? Verbal lingvistik intellekt. İkinci intellekti baxan kimi, rəqəmləri görən kimi istər-istəməz deyəcəksiniz ki, məntiqi riyazi intellektdir. Burada da açar sözlər asanlıqla sizin yadınıza düşəcək ki, riyaziyyatı, məntiqi və problem həlli yaxşı bilir, rəqəmlərlə hesablamağı xoşlayır, bulmacalar, yəni o crossword deyirik də biz, bax onları eləməyi çox xoşlayır. Sonra qaydalı fəaliyyətlərlə daha çox, yəni qaydanı çox sevir, əşyaları toplamağı, quraşdırmağı, qruplaşdırmağı çox sevir, problemlə yanaşmaqda, əlbəttə ki, düşüncə tərzinə görə analitik fikirlərdir. Yəni diqqətlə müəyyən bir mülahizələr yürüdə bilir. Üçüncü baxan kimi məkan görsənir burada. İstər-istəməz məkan vizual intellekti yadımıza düşür. Bayaq dediyimiz kimi belə insanlar getdiyi yolu, istədiyi bir məkana gedirlərsə, gözü yumulu ikinci dəfə ora rahat gedə bilirlər. Xəritələri şərh edir, şəkil çəkməyi xoşlayır. Ondan sonra detalları asanlıqla duyur. Məsələn, biz bir yerə getdik, gəldik. Bax, məkan vizual intellektli insanlar o dəqiqə deyəcək ki, orada belə bir ağac var idi, orada skamya vardı, orada filan şey. Yəni o qədər detallarla asanlıqla yadında saxlaya bilir məkanı. Yerləri təsvirə və şəkillərə əsasən yadda saxlayır. Növbəti intellekt şəklinə baxan kimi görəcəksiniz ki, nədir bu? Bədən kinestikdir. Şəkil özü göstərir ki, görürsünüz, burada qrasiya var, burada əl-göz koordinasiyası var, burada belə deyək də, yaxşı ritmə malik insanlar var, yaxşı qamətə malik insanlar var, müvazinət var, bədən dili deyirlər çox vaxt belə insanlara. Fiziki fəaliyyətlər, rəqs, idman, gimnastika bunlar üçün çox asanlıqla və böyük məmnuniyyətlə yerinə yetirə bilirlər. Musiqili ritmik, görürsünüz burada musiqi notları görən kimi deyəcəksiniz ki, hansı intellektdir? Musiqili ritmli intellekt. Yəni səslərə qarşı həssasdırlar, musiqini dodaqaltı mızıldayırlar, ritmlə tıqqıldadırlar, melodiyanı, musiqini çox yaxşı yadda saxlayırlar, ritmlə hərəkət eləyə bilirlər, səsləri, musiqini bir-birindən çox asanlıqla ayıra bilmə qabiliyyəti var bu musiqili ritmli intellektə malik insanlarda. Növbəti olduq nə? İnterpersonal, yəni burada qrupda yoldaşları ilə birgə münasibət qura bilirlər, həm yoldaşları ilə tərəfdaşlıq eləyə bilirlər, qrup içində çox yaxşı iştirak eləyirlər, başqalarının hisslərinə şərik ola bilirlər, əməkdaşlıq eləyə bilirlər, liderlik bacarığı bayaq dediyim kimi təkrarlayıram və çox yaxşı təşkilatçılıq bacarıqları var. Həm ünsiyyət qura bilirlər, həm də insanları bəzən manipulyasiya da eləyə bilirlər onları. Bunun tam əksi olaraq, yəni bu sadaladığımızın tam əksi olaraq artıq interpersonal, yəni fərd daxili intellekt təklifi xoşlayır, hisslərini bildirə bilir, ambisiyası uğrunda çalışır, amma ünsiyyəti xoşlamır, kollektivdə işləməyi xoşlamır, güclü zəif cəhətlərini yaxşı bilir və öz maraq və məqsədini güdür. Və gəldik 8-ci intellektə, baxın görün təbiət, gözəllik, cəmiyyət, burada quşlar, yəni naturalist intellektdir ki, bu da təbiət hadisələrini, flora, fauna, deməkdir, bitkilər aləmi, canlılar aləmi, həşəratlar, quşlar, böcəklər, ağaclar, heyvanlar və s. hamısı və eyni zamanda açıq hava, gəzmək, bax bunlar üçün əsas sevdikləri şərtdir. Daha sonuncu intellekt növümüz isə
Görüldüyü kimi bu bir növ fəlsəfi fikirli insanlardır ki, burada həyatın mənası, ölümlə bağlı müzakirə aparırlar, ilahi elmlər və fəlsəfə ilə maraqlanırlar. Ondan sonra yer üzünə nə üçün gəldiklərini tez-tez düşünürlər və insanların yaratdıqları və yaxud da ki, yaşadıqları varlıqla maraqlanır. Nə üçün insanı, nə üçün yaranmışıq, nəyə görə? Bax, bu hisslər onları daima düşündürür və belə insanlar, belə uşaqlar fəlsəfi fikirli və yaxud da ki, ekzistensal intellektə malik insanlar, uşaqlardır. Bu qədər, yəni Gardnerin nəzəriyyəsi haqqında fikirlərimiz bu qədər. Nə sualınız olsa yazarsınız, kommentlərdə mütləq cavab veriləcək. YouTube kanalımıza abunə olun ki, tez-tez gələn videolardan xəbərdar olasınız. Teşekkür ederim.